Özünüzü təqdim edeyim. Abdulazad Tural Bəndəlioğlu, Xəzər rayon Sultan İdarəsində nəzarətçi işləmişəm. İşdən çıxartdılar məni ki, orada ərazi olan negativ Möhkəm halları, danış. ərazi olan negativ halları, yəni rəislərimizə, şöbə rəisimiz bildirdiyimə görə məni işdən azad etdilər və mən özüm oktyabr ayında Mehriban xanım məktubunun əsasən mən mühəndis keçirməli idim. Mühəndis imtahanı keçmişdim, amma məktubumu gizlətdilər, yəni ortaya çıxarmadılar. Yəni qanunsuz faktlar bunlar örtbası ilə hamısını Xəzər rayonunda və mən hər dəfə gəlirəm ki, burada cənab sədrin qəbuluna gireyim və yaxud da ki, Fuad müəllim aparat rəhbərinin qəbuluna daxil olum və orada olan məlumatların bura çatmaması barədə məlumat verim. Neçə müddətdə sizi işdən çıxarıblar? Nə qədər olar? 3 ayda artıq. 3 ay ərzində. Hara müraciət eləmisiniz? Prezident aparatına müraciət elədim, göndərdilər agentliyə, sonra baş prokurorluğa şikayət etmişəm. Güclə ərizə yazdılar bizə. Və səbəb nə göstərilib sizin? Səbəbsiz. 69.3-cü maddəni, yəni əmək məcəlləsinin başqa işə götürən əmək müqaviləsi imzaladığına görə. Amma biz heç kimlərə götürmüşük. Hazır blanklardır, yəni hazır blanklar, qol çipli ad tarix, vəsə. Neçə ildir işləyirsiniz? Mən özüm kommunalda 5 ildir işləyirəm. 2 ildə Azərsuda işləyirəm mən. Ümumiyyətlə belə bir hallar olub iş yoldaşlarınızla, təkcə sizə qarşı olunur? Yox, məndən sonra bir 11 nəfər çıxıb işdən elə. Yəni mən belə deyim də, mən faktlar tapdım ərazidə ki, qanunsuz xəttlər bunları rəislərə bildirdim və ondan sonra məni çıxartdılar işdən. Özümüzə ərizə yazırdılar. Hə, öz ərizənizlə. Özümüzə ərizə yazdılar, məcbur ərizə yazdılar. Necə yana məcbur? Məcbur. Yəni belə deyim də, bizi ilə, hamı ilə 3 ayda bir müqavilə imzalayırlar. Sinema proqramına bir də ki, hazır blank işə girib çıxma bağında ərizə. O ərizə ilə də bizi elə bir işə qəbul edirlər, işdən götürüb çıxardılar. Tezdən qəbul etmişkin ya. Müddət uzadılar ona görə. Hazır tarixsiz ərizələr də olar. Tarixsiz ərizə qol çəkdilər, tarix qoyub çıxardılar işdən. Bəs kimə müraciət edirsiniz bu məsələ ilə? Bu məsələ ilə bağlı Ombudsmana müraciət etmişəm. Baş prokurorluğa şikayət etmişəm, çağırdılar, izahatını vermişəm orada. Bu yaxınları bir həftə olar. Sonra burada yaxınlaşmışam. Yəni bilmirəm nə şöbəsidir, yəni bu şeyə baxırlar, yəni yoxlama şöbəsi nəsə. Çağırdılar ki, sayğac olunmuşam ərazidən falan belə şeylər və mənim haqqımda pis nüanslar yaratdılar bu Necə nüanslar yaratdılar? Yəni mən işdən çıxmışam, işdən çıxandan 1 ay sonra sizin haqqınızda şikayət var belə elə. Gəldim mən də baxdım, dedim ki, mənim ərazim deyil ora. Abunət heç məni tanımır. Mən izahatımı yazdım, çıxdım getdim. Yəni bunu şikayət edən idarə rəhbərliyindən kimlərsə o idarədən ki, sayğac oğurlanıb. Sayğacı fakt özləri haradansa oğurub aparıb başqa yerə qoyublar və gördülər ki, mən hara gəldi şikayət edirəm, məktub yazıram. Prezident aparatına, cənab prezidentə və agentliyə, iri şəhərlərin mən bütün strukturuna məktub yazmışam, heç kim baxmır, yəni onları örtbası edirlər. O yöndə bir gün gəldim ki, Fuad müəllimin qəbuluna girib aparat rəhbərinin. Yaxınlaşın danış eləsin, zəhmət olmasın.